Füzulidə ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində minik avtomobilində sərnişin qismində olan sürücünün oğlu 10-cu sinif şagirdi Zaur Ribayev hadisə yerində dünyasını dəyişib. Naxçıvanda baş verən ağır yol qəzasında xəsarət alan gənc qız vəfat edib. Bir neçə gün əvvəl baş verən qəzada xəsarətlər alan Gülçin Quliyeva xəstəxanada dünyasını dəyişib. O qəzadan sonra dərhal xəstəxanaya yerləşdirilsə də həyatını xilas etmək mümkün olmayıb. Qeyd edilək ki, mərhum Ordubaddakı bir sayılı məktəbin müəllimi Sevinç Quliyevanın qızıdır. Mədəniyyət Nazirliyi yanında mədəni irsin qorunması, inkişafı və bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyevaya ağır itki üz verib. Səbinə Hacıyevanın atası Xalid Hacıyev dünyasını dəyişib. Qeyd edilək ki, tanınmış mühəndis Xalid Hacıyev Azərbaycanda bir sıra mühəndis tikili və qurğuların müəllifi olub. Moskva Dövlət Nəqliyyat Mühəndisləri İnstitutunda təhsil almış Xalid Hacıyev uzun müddət ərzində Azərbaycanda bir sıra layihələndirmə institutlarında rəhbər vəzifələrdə çalışıb.